Salam dostlar. Bu videonu paylaşmaktan məqsədim odur ki, Oba markete gittim. Alışveriş elədim. Bax, bunu paylaşıram ki, hər kəs görsün. Alışveriş elədim. 51 manat bunun barkodunu istədim. Barkodunu mənə vermədi. Dedi 30 manatdan yuxarı alışveriş edənlərə barkod olmaz. Bax, sonra mənə deyir ki, əgər barkod istəyirsənsə bu aşağıda rəqəmləri yığ, olacaq. Mən dedim ki, barkod yoxdursa bunu yığsam nə olacaq? Zaten bunun o barkoda heç bir əlaqəsi yoxdur. Mən dedim, o dedi yox, verə bilmərəm. Dedim, verəmirsən canın sağ olsun. Mən dedim bunu çəkib sosial mediada paylaşacağım. Qoy hər kəs görsün, hər kəs bilsin. Vermir. Dedi, bu olmur dedi. Dedim, necə olmur da? Əgər dedim bu 51 manatdırsa, 30 manatdan yuxarıdırsa, 51 manat alış-veriş eləmisinizsə, bunu 2-yə bölün, barkodu ver. Dedi, yox, vermirik. Vermədi. Mən dedim, o dedi, vermədi. Mən də bunu paylaşmaqda, çəkib paylaşmaqdan məqsədim odur ki, haqqınızı tələb edə. Bu Oba market Binəqədi sentraldan yuxarı qalxırsan 812 saylı tam orta məktəbin yanı Araz marketlə üzbəüz. Dünən alış-veriş eləmişəm. Aynı tarixə də burada. Yəni siz də alış-veriş edəndə diqqətli olun. Barkodunuzu alın. Ədvinizi alın. Orada buraxmayın. Qoymayın qalsın orada. Buradan bura gözümün içinə baxa-baxa mənə yalan danışdı. Çox sağ olun. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.